Statistik məlumatlara görə 2025-ci ildə Azərbaycana İrandan ümumilikdə 623,9 milyon ABŞ dolları dəyərində məhsul ixal olunubdur. Həcmində meyvə və qoz-fındıq məhsulları 32,1 milyon ABŞ dolları dəyərində, tərəvəz və kök meyvələr 27,6 milyon ABŞ dolları, taxıl, un, nişasta və süd əsaslı ərzaq məhsulları 13,8 milyon ABŞ dolları, balıq və digər su məhsulları 23,1 milyon ABŞ dolları təşkil etmişdir. Belə ki, İranın gələcəkdə böhran yaşamaması üçün kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyması artıq Pakistanda qida böhranına səbəb olub və qiymətlərin kəskin artdığı bildirilir. Qeyd etdiyimiz kimi, Azərbaycanda da bir sıra məhsullar İrandan ixal olunduğu üçün bəzi suallar ortaya çıxır. Bu vəziyyət ölkədə də qiymət artımına səbəb ola bilərmi?